16 saat işləyirdim. Yəni ki, yuxu rejimi pozulur, yorğunçuluq olur. Yatmaq olmur. Harda işləyirdiniz? Kafedə. Ayaq üstə qalırdı həmin saatlar ərzində. Bəli. Bəzi sahələrdə müsahibin Fuad Qafarzadə kimi işçilər gün ərzində 8-9 saat ayaq üstə çalışmaq məcburiyyətində qalırlar. Xüsusilə də marketlərdə çalışan işçilər üçün bəzən günün 8-9 saatını fasiləsiz olaraq ayaq üstə keçirməli olurlar. Bu rejim həm ağır zəhmət tələb eləyir, həm də sağlamlığa ciddi təsir göstərir. Məncə doğru deyil, çünki insan sağlamlığına ziyandır. Yəni bütün gün ayaq üstə yorulurlar. Məncə 6 saat olmalıdır iş rejimi, çünki insan orqanizmi yorulur. Həkimlər deyirlər ki, saatlarla ayaq üstə qalmaq onurğa sütununa, diz və ayaq oynaqlarına ciddi yük salır. Uzun müddət belə rejimdə işləmək varikoz, bel ağrıları, oynaq problemləri və yorğunluq kimi sağlamlıq fəsadlarına səbəb ola bilər. Ayaq üstə qaldığımız zaman qanın aşağıya doğru göllənməsi və qan dövranında dövriyyəsindəki problemlə əlaqəli olaraq ayaqda venalarımızda ciddi gərginliklər, varikoz damarlar yaranır. Ən çox təsir altında alınan orqanlarımız birincisi damarlardır ki, varikoz venaz damarlarımız, ürək qan damar sistemimiz, dayaq hərəkət sistemi, əzələlər daha çox təsir altına olur uzun sürə ayaq qaldığımızda. Mütəxəssislər deyirlər ki, işçilərin uzun müddət ayaq üstə qalması onların əmək məhsuldarlığını azaldır, işə motivasiyasını zəiflədir. Nəticədə həm işçi, həm də işə götürən üçün mənfi nəticələr yaradır. Bəs çıxış yolu nədir? İşçilərin sağlamlığını 8-9 saat ərzində ayaq üstə xidmətinin müştəriyə xidmət göstərməsində bir balans yaratmalıyıq. Yəni onların sağlamlıq məsələlərini pozulmamasının qarşısını almalıyıq. Və bunun üçün ilk növbədə ağlımıza gələ biləcək bundan ibarətdir ki, həmin o mövcud olan işçilərdən növbəllik əsasında yormamaq şərti ilə balanslı formada əməyindən istifadə etməkdir, yəni əməyindən yararlanmaqdır. Yəni əgər hesab edirəm ki, 3 nəfər işçi vardısa, o 3 nəfər işçi arasında növbəlli cədvələ əsasında, yəni istirahət etmə şərti ilə 8-9 saat çalışdırılsa, bu zaman həm işçilər yorulmaz, həm sağlamlıqlarında problem olmaz. Əmək müfəttişliyi xidmətindən isə bildirildi ki, gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. İş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq olmamalıdır. Bir sıra iş sahələrində işin əmək şəraitinin xarakterindən asılı olaraq 6 günlük iş həftəsi də müəyyən edilir. Lakin həmin 6 günlük iş həftəsində də həftəlik norma 40 saat olduqda, gündəlik iş vaxtının müddəti 7 saatdan çox ola bilməz.